Deməli yoldaşlar, leftə 2 santim məsafə qoydum. İndi okey vursam, bu cari abzası, cari dedim yəni kursorun olduğu. Soldan 2 santim məsafə götürür, sağa doğru sürüklədi. Aydın oldu. Sağa doğru sürüklədi. Ctrl Z elədim. Amma right seçsəydim, məsələn sağdan tutaq ki 3 santim edirəm. Okey vursam, sağdan 3 santim məsafə götürür, cari abzası sola doğru sürükləyir. Ya onda belə deyək də. Onda belə deyək. Left and right cari abzasların, ümumiyyətlə abzasların sol və sağ boşluq məsafələrini təyin etmək üçündür. Left and right. Aydın oldu. Gəldim burada special. Burada yollarsa first line seçilib hal-hazırda. Bunu nan eləyirəm. Nan eləsəm okey. Fikir verirsə şəbəkə sözü başdan yazıldı. Abzasdan yazılmadı. Onda belə çıxır ki, first line burada abzas məsafəsini təyin etmək üçündür. Fikir verirsə şəbəkə sözü abzası. Müəllim, Eyüp müəllim, Bəli. bizdə elə bir tərcümə halını yazmaq var, matava. Eyni sizin bu başa saldığınız lazım idi mənə. Məsələn, bu şəbəkənin lap soldan başdan başladı. Altındakı 2 sətri bayaq elədiniz, 3 nə qədərsə sağa tərəf. Elə eləmək olar? Onlar bəli, səsi. Onu xəttkeşlə eləyə bilər diyorlar. Yox, bəzən alınmır, eləyirəm, elə xəttkeşlə eləyirəm. Amma bəzən görürsünüz alınmır. O altdakı hissə hamısı bir sütun kimi sağdan, amma bir dənə baş sətr soldan yazılmalıdır. Məsələn, onu oradan eləyirsiniz, onu da. Bunu demək istəmirsiniz abzas yaratmaq, yoxsa necə başa düşmədim. Yox, elə o şəbəkə qayıtsın əvvəlki yerinə, sola. Aha. Məsələn, o proqramlar sözü var, proqramlar sözü getsin o verilənlərin altında dursun. Məsələn, onu mən eləyirəm, prosto görsün birdən oynayır da. Onu deyirəm, buna eləmək olurmu? Yox, bunu demək istəyirsiniz də. Bunu demək istəyirsiniz? Hə, bunu eləyirəm, əllə eləyirəm, xəttkeşlə. O sizin dediyiniz əmri, bunu eləmək olurmu? Yox, onu ancaq, bu bizim nə üçündür? Bu ancaq abzas təyin etmək üçündür. İlk şey üçündür, başlıq üçün. First line. Ancaq abzas üçündür bu. Aydın oldu. Onu eləsək belə də. İkinciyə gəlib eləsək belə də. First line eləsək. Yenə birincini götürür, şəbəkəni götürür. Kursoru harada qoysan qoy, birincini götürür. Çünki abzas üçün təyin olunub da bu ancaq. Aydın oldu. Abzas üçün təyin olunur. Yəni ilk şeyi nəzərə tutmağa çalışır da. Sən kursoru ikinciyə qoysan belə, yenə də gəlib birincini dəyişir. Çünki mən oyunda yoxladım burada elə elədir. Növbəti hanging. Okey vururam. Hanging neynədir? Abzasın birinci sətrini saxladı, digər sətirləri yenə sağa sürüklədi. O abzas məsafəsi qədər sağa sürüklədi. Bunu xəttkeşlə də elə bilərdik. Xəttkeşdə də burada var hanging. Üzərinə gəlin görsənir. Çəksəm düzəldi bu. Bildiniz. Xəttkeşlərdən istifadə edə bilərsiniz yoldaşlar. Birincidə first line-dır xəttkeş. İkincidə hanging-dir. Üçüncü kvadrat isə left. Fikir versiniz, burada xəttkeşin 3 dənə versiyası var ha. 3 dənə versiyası var. Üzərinə gələn kimi yazılır. Əgər görsəz. Diqqətlə baxsaq görəcəksiniz yoldaşlar. Üzərinə gələn kimi yazılır. 3 dənə elə belki əməliyyatı vardı. Birincisi abzas təyin etmək üçündür. İkincisi cari abzas qalır, digər sətirləri sağa aparırsınız. İlk sətir qalır, digər sətirlər sağa gedir. Üçüncü left isə bütöv abzası aparır. O bayaqçı elədim left şeydə. De bu paragrafda. Bu left eyni şeydir. Bunları biz xəttkeşlə də eləyə bilərdik. Aydın oldu. Bu left'dir, first line'de hanging. Bunları xəttkeşlə də eləyə bilərsiniz. Eyni şeylərdir. Məsafələrini özünüz artıra bilərsiniz. Before, after, abzas məsafələri. Yeni qulaq asın yoldaşlar. Mən bu məsafələri arada bağlayıram, abzas məsafələrini. Yine nə eləməyə çalışıram? Mən bu dəqiqə cari abzasdayım, düzdürmü? Cari abzas. Yine buradan before'dan məsafəni artırsam, 36 punkt. Okey vururam. Deməli neynədir? Cari abzasın növbəti abzasının, yəni özündən əvvəlki abzasının məsafəsi. Aydın oldu. Özündən əvvəlki abzasının. After isə özündən sonraki, məsələn 24 punkt. Özündən sonraki abzasının məsafəsi. Biri var abzasının özündən əvvəlki məsafəsi.
Bir də var abzasın özündən sonrakı məsafəsi. Ya belə deyək də abzaslar arası məsafəni təyin edirik. Abzaslar arası. Line spacing yoldaşlar sətir məsafəsidir. Düz onu buradan da eləmişdik biz yadınızdadırsa. Buradan da mümkündür. Dəyişə bilər. Ya da line spacing options verirəm yenə. Paragrafın dialog pəncərəsi açılır ki, biz buradan özümüz dəyişə bilərik. Məsələn yazıram 3. Və ət yerinə 3 yazıram. İndi 3 yazsam sətir arası məsafə 3 sm olacaq. Aydın oldu. Sətir arası məsafə 3 sm olur. Deməli, bunları hardan dəyişdik? Paragraf, dialog pəncərəsindən. İndi mən sizə bir söz deyim. Burada bir təkrarçı əməliyyatı var. Nəyə görə deyirəm? Layoutda paragraf var, görürsünüz. Left, right, before, after. Elə indi dediklərimdə yollaşdır. Hətta paragrafın kənarından o işarəsini vursam var, hə? Yenə eyni dialog pəncərəsi açılır. Fikir verirsiniz. Belə sıfır ki, Home'da da paragraf var. Layout'da da paragraf var. Hətta dialog pəncərələri eynidir. Özləri eyni deyil. Üz görünüş olaraq eyni deyil. Amma dialog pəncərələri eynidir. Eyni əməliyyatlar yerinə yetirir. Hətta burada left, right, before, after elə indi dediklərimiz də. De bu dialog pəncərəsində olanlar da left, right, before, after. Aydın oldu. İndi bilirsiniz, Office proqramlarında mən sizə keçən həftə demişdim. Office proqramlarında elə şeylər var ki, iki yerdə yerləşir. Məsələn, paragraf, indi mən sol sağ boşluğu və ya abzas məsafələrini elə Home-dan da eləyə bilərəm, Layout-dan da. Aydın oldu. Eyni əməliyyat. Yaxşı yoldaşlar, davam edək, vaxtımız elə çox da deyil. Gəldim Styles. Styles nədir? Üslublar. Yazı üslublarını dəyişmək olar. Onu da cari abzasa görə bilərik. Fikir verin. Hətta mən sizə belə bir şey deyim, yoldaşlar. Biz hər hansı üslubu dəyişib. Məsələn, birini dəyişirəm. Bu design tabına gəlib, ondan sonra bugün deyəcəyimiz şeydir. Elə bəri başdan deyirəm. İndidən deyirəm elə. Dizayna gəlib, bu fikir versiniz, üzərinə gəlin, görürsünüz necə dəyişir. Dizaynda document formatting lent qrupunda və üslubları dəyişmək olar. Başqa formatlarda da. Hətta burada temalar var. Temalar görürsünüz. Necə dəyişir yoldaşlar. Aydın oldu. Temaları dəyişə bilərik. Hətta sağda colors, temaların rənglərini dəyişmək olar. Hər hansısa temanı verəndən sonra rəngini dəyişə bilərsiniz. Fonts var, yazı şriftlərini dəyişmək olar. Paragraf spacing var, abzas məsafələri. Halbuki dediyimiz şeylərdir. Burada da var, görürsünüz. Aydın oldu. Effektlər var, yazı effektlərini görmək olar. Bildiniz. Set as default demək, yəni bunu əvvəlki versiyasında saxlasın, yoxsa belə deyək də dəyişdirilmiş versiyada. Burada yes, no eləyə bilərsiniz. Çox artıq sizdən asılıdır. İndi fikir verirsinizsə, biz bir dənə Home'da üslubu deməklə elə design tabının bir hissəsini dedik. Design tabında 3 dənə komanda qaldı. İçində onlar deyib yekunlaşdıracaq elə demək olar. İndi bu hissəni də yəni. Yəni Home'da üslub təyin edə bilərik. Bilsəz bəs eləyir bunu. Stillər. Bunlara yoldaşlar, stillər də deyirlər. Bu ilin qəbul sualında var idi. Bu ilin qəbul sualında var idi. Deyirdi ki, 2-ci zərfdə düşmüşdü. Orada deyirdi ki, sənədə stillər hardan əlavə edə bilərik? Cavab nə olacaq? Home tabı. Aydın oldu. Elə qəbullar belə də düşmüş. Tablarla bağlı düşür də sual. Məsələn, soruşsa ki, paragraf nəyə aiddir? Biz onda həm oradan layout, həm də Home-u seçə bilərik. Hadi indi variantı hansı olsa onu seçəcəksiniz. İndi variantı ikisindən biri olacaq. Növbəti editing-ə gələm. Find əmri. Find nədir? Ctrl F, axtarış. Bunu yəqin ki, bəziləriniz bilərsiniz, hətta hamımız. Çünki axtarış nədir? Yəni məlum məsələdir. Məsələn, tutaq ki, mən hər hansısa bir sözü axtarıram, virus sözünü. İndi haradakı virus sözləri var, onları bizə göstərir. Aydın oldu. Axtarış da yoldaşlar, adı üzərində axtarış. Replace var burada. Ctrl H əvəz eləyir. Nə edə bilərəm? Məsələn, virus sözünü başqa sözünü əvəz eləyə bilərəm və ya hər hansısa bir hərfi əvəz eləyə bilərəm. Vacib deyil hər hansısa sözü əvəz eləyəsiniz. Məsələn, mən deyirəm ki, sənəddə W hərfləri bizim V hərflərin əvəz olunsun. Aydındır. İndi məsələn, deyə burada software sözü var. Görək necə dəyişəcək. Replace ol edilsə bütün sənədə dəyişir.
Close. Badeş. Fikir verin. Aydın oldu. Yine əvəz eləyir də belə deyək. Aydınlığı yollaşdır. Harda W hərfləri varsa bu ilə əvəz edəcək. Əvəz eləmək, yəni bu yanaşmalar mümkündür. Növbəti go to əmri var. Go to Ctrl C. Elə başlıq hərfidir. Bayağı da saxlayın. Ctrl C və ya yoldaşlar F5 düyməsi də var. F5 düyməsi burada yenilənmir ha. Burada go to pəncərəsində sıra F5 düyməsi. Ya bunu qeyd eləsəz yaxşı olar. F5-i. Çünki o qədər də yoxdur ona görə. F5 go to pəncərəsini açır. Yadda saxlayaq. İndi qulaq asın. Go to'ya gəldim. Mən bu dəqiqə hansı səhifədəyəm? Birinci. Hardan görə bilərəm? Təbii ki aşağıdan. Aşağıda yazılıb. Aşağıya baxın solda. 1 of 5 yazıb. Görürsünüz. O demək ki birinci səhifədəyəm. İndi yoldaşlar mən başqa səhifələri keçmək üçün. Məsələn yazıram 3. OK vursam gələcək 3-cü səhifəyə. Fikir verin. İndi məsələn yazsam 4. Getdi 4'ə. Məsələn yazsam 1. Getdi 1'ə. Bu qaydada. İndi bunun bir dənə başqa yolu var. Mən burada plus 3 yazsam, məsələn birinci səhifədəyəm, düzdürmü? Plus 3 yazıram. Birinci səhifədə plus 3 yazanda bu nə edəcək? Gələcək 4-cü səhifəyə. Niyə? Çünki yoldaşlar, yəni 1'dəyəm, plus 3 nə deməkdir? Üstünə 3 gəlləmdə. Gələcək 4-cü səhifəyə. Aydın oldu. Və yadda saxlayın. Yəni toplama kimi baxır buna. İndi mən 4-cü səhifədəyəm. Plus 5 yazıram. Mən plus 5 yazanda onda 6-cı səhifəyə gedəcək də. Yox, indi qulaq asın. Mən 4-cü səhifədəyəm. 4-cü səhifədəyəm. Plus 5 yazmışam. Kim deyər? Sizlərə gələcək bu. 9'a. 9-odur. Ay yoldaşlar, sənəd 5 səhifədən ibarət. Birinci səhifəyə, birinci. 5-ci səhifəyə gedəcəm müəllim. Qaydacı Beşə. sol səhifəyə 5-i. Qaydacı. Bəli. Maksimum 5-dir. Yadda saxlayın. Maksimum nədirsə orada da gəlib dayanır. Müəllim, səhifənin nömrəsidir. Siz say yazmamısınız ki, səhifənin öz nömrəsi. Ay yoldaşlar, səhifə sayı 5'dir. Aşağıda görsənir. 4 Yox, of 5 nədir? 30 səhifə olsaydı, mən yazsaydım 300, gedəcək 300-cü səhifəyə də. Yəni səhifənin nömrəsidir o. Xeyr. Bu 5'i mən özümdən yazmışam. 5 yox, 8 yazıram. Yenə gələcək 5'ə. Aydın oldu. Axırıncı odur. Axırıncı nədirsə, gəlib orada da dayanır. Ona görə təyin olunur. Bu əsasən lazımdır, bu çox sayılı, məsələn də kitablarda, PDF-lərdə çox sayılı olanda axırıncı Ola bilər də. Baxır, Var. bəli. İndi mən 5, ən son nədirsə orada gəlib dayanır. Ən son nədirsə orada da gəlib dayanır. İndi mən yazsaydım ki, məsələn, -9 gələcək 1'ə. Niyə? 5'dən 9 çıxanda mənfi söhbəti yoxdur axı. Ən birinci nədirsə orada gedir, ən birinci səhifəyə. Bildiniz? Bunlarla bağlı bu qaydada yoldaşlar. Suallar da var, indi suallar da baxacağıq. Bəli, maksimum səhifə 5 olduğuna görə 5'də dayanır. Və select all var burada. Ctrl A. Bu da nə edəcək? Ctrl A bütün sənədi seçmək üçün istifadə olunur. Yadda saxlayın bütün sənədi seçmək üçün. Bunu dedik, qalanlara o qədər vacib deyil burada hələ ki. Yeni yoldaşlar, gəldim insert tabına. Home tabından yekunlaşdıq. Insert nədir? Əlavə et. Gəldim cover page. Cover page nədir? Sənədə üz qabığı əlavə eləmək. Örtüyü qabığı. Bunu vuranda sənəd onlardan başlayır. 2-ci səhifədən. Elə ki, birinci səhifə şeydir də, bir növ o sərbəst işlərdə falan qoyursunuz. Üz görünüz. Çünki o elə bir şey. Necə? Yəni titul vərəq kimi də, yəni. Titul vərəq üçün, bəli. Remove elib ləğv eləyə bilərsiniz burada. Sonra növbəti blank page. Yeni səhifə, boş bir səhifə. İndi blank page'i vururam. Birinci səhifəni boş saxlayır. Sənəd 2'dən başlayır. Yəni yeni səhifə əlavə edir. Aydın oldu yoldaşlar. Yeni səhifə. Ctrl Z. Page break.
Klaviatura kombinasiyası Ctrl Enter'dir. Bu nə iş görür? Kursor dayandırıram istənilən bir yerdən. Gəlin biraz uzaqlaşdıraq fərqini görün. Kursor dayandırıram istənilən bir yerdən. İndi Paste 1-2 vururam. Nə iş gördü? Sənədi o kursor olduğu yerdən kəsdi. Bax, sənədi buradan kəsdim. Bax, buradan qırmızıladığım yerdən. Sənədi növbət səhifədən başladır. Aydın oldu. Buna deyirik sənədin yeni səhifə başlığından başlanması. Və klaviaturası Ctrl plus Enter. Aydın oldu yoldaşlar. Bir də buna biz nə deyirik çox zaman? Yeni səhifəyə məcburi keçid. Yeni səhifəyə məcburi keçid. Yadda saxlayın bax. Bu da başqa yerdə var. Bu da iki yerdədir. Bu da bilsizəm də hardadır. Layoutda 1x. Burada da var. Eyni şeydir. Eyni. Gəldim table. Cədvəl. Belə cədvəllərlə bağlı müəyyən işlər var. Düşünülmüş praktikada sizə lazım olacaq. Cədvəl burada yollaşır, düzdürmü? Cədvəl əlavə eləyəndə dizayn və layout tabları aktivləşir. Alət tabı olaraq. Bax, yuxarıda görsənir. Alət tabı. Yəni, normalda cədvəl olmasa bunlar yoxdur da. Bunlar yoxdur. Aydın oldu. İndi ümumiyyətlə bura gəlirlər, nə yazıb? Yazıb 4x5 table. Bu nə deməkdir? Bu deməkdir ki, cədvəl sənədimizə əlavə olunan cədvəl 4 sütun 5 sətirdən ibarətdir. Yəni, birinci yerdə duran 4 sütun sayını bildirir. İkinci yerdə duran 5 sətir sayını bildirir. Aydın oldu. 4-ün 5-ə cədvəl. Yəni, sütun sayı budur. 1, 2, 3, 4. Amma sətir budur. 1, 2, 3, 4, 5. Aydın oldu. Yəni, sətirlər bunlardır. Sütunlar isə yuxarıdan aşağı gələnlərdir, aslanlardır. Bildiniz yoldaşlar. Yine 4'ün 5'e cədvəl əlavə elədik. Aydındır. Buradan bu qaydadan əlavə eləyə bilərik. Hələ ki, davam eləyək. Növbəti, burada maksimum 10'un 8'e əlavə eləyə bilərsiniz. Ya bu hissəyə görə də, bu avtomatik hissəyə görə. Amma o demək deyil, maksimum 10'un 8 ola bilər. Insert table'a gəlib, özünüz yaza bilərsiniz ki, columns. Columns burada nəyi bildirir? Sütun. Sütun. Row sətir. Aydındır. Sütun sətir sayını yazmaqla özümüz cədvəl əlavə eləyə bilərik. Məsələn, sütuna yazıram 15, sətirə yazıram 20. İndi OK vursam, 15'in 20'ye bir cədvəl əlavə etdi. Aydın oldu. Bu qayda. Növbəti, draw table. Qələm aktivləşir, özümüz əllə seçə bilərik. İndi bu qayda xəttlərini seçirəm. Fikir verirsiniz. Mümkündür. Hansısa formada istəsəniz tənzimləmə dəyişmə olur. Belə. Növbəti yoldaşlar, başqa nə qaldı? Convert text to table. Bu çox vacib məsələdir. Buna diqqətinə qulaq asın. İndi buna bağlı testdə suallarda baxacaq. Deməli yazıram. Baklava. Waffle. Deməli. Sonra. Badambura. Və deməli. Snickers. Yine seçirəm bunları. Seçirəm bunları. Bəli, qulaq asın, əsas şirniyyət yemək məsələləri qalanı düzələcəyimiz. Seçirəm bunları yoldaşlar. Convert text to table eləyirəm. OK vururam sadəcə. Gör neynədir? Yazını cədvəlin içinə yerləşdirdim. Müəllim, mən bunu sual bilmək istəyirdim sizə. O gün bir vacib yazım var. Neynədim, sala bilmədim ki. Insert, bunu istəyirdim, hə, yazını cədvələ salmaq.
Ctrl Z eləyirəm. Yazırsınız. Arada vergül ya da Aha. nöqtəli vergül. O vergül ayrıcı simvoldur. Vergül olmaya da bilər. Ulduz da ola bilər. Başqa işarə də ola bilər. Fərqi yoxdur. Yəni ayırması üçündür ki, ayrılsın da. Mütləq Bəli. qoymalıdır müəllim. Ya da ayrıcı boşluq da ola bilər. Probel də qoya bilərsiniz. Bilsin ki, ayrı-ayrı Aha. sütun olacaq da ona görə. Bəli, ona görə. Özü təyin eləsin. Convert text to time. Heç onu oxumamışam, inansız. Eləcə insert yerinə girdim. OK vursaz yaradır. İndi mən istəyirəm ki, bu cədvəli mətnə qaytarım. Onda layout tabında alət tabı, yəni cədvəl əlavə eləyəndə açılan layout tabında. Sağda data qrupuna convert to text var. Bunu vuranda yollar. Burada A dar eləyirəm. OK. Qayıtdı mətnə. İndi burada bir vacib məqam bilmək lazım. Mətni cədvələ çevirmək, yəni qeyd etmək lazımdır. Mətni cədvələ çevirmək, insert length tabı, cədvəli mətnə çevirmək. Bunları bilmək lazımdır, yollar. Layout length tabı. Ya bu ikisini mütləq qeyd edin. Ki, vacib məsələdir. Aydın oldu. İndi mən waffle-dan əvvəl bir dənə vergül atıram. Seçirəm bunları. Insert-də convert text to table eləyirəm. İndi fikir verin. Sütunun sayı bir dənə artdı. Çünki orada iki vergülün arasında bir dənə sütun var idi. Və burada iki vergülün arasında bir dənə sütun var. Mənası o deməkdir onun. Və də o mənası o deməkdir. Aydın oldu. Bax, 3 dənə sütun oldu, fikir verirsən. Normalda 2 sütunda olan yazılar var idi. İndi yollar, bununla bağlı nə tipdə suallar var? Düşünürəm ki, testin üzərinə baxsa daha yaxşı olacaq. Açaq Word-ün testini. Buradadır bax. Məsələn, 184-cü sual. Deməli, bizə deyir ki, belə bir yazılar verib. Burada nöqtəli vergüllə verib, ayrıcı simvolu. Aşağıda yazın. İfadə verib, yazıb ki, diyalog pəncərəsinin yerinə yetirilməsindən sonra alınan cədvəlin 3-cü sütunu hansı olar? Ayrıcı simvol kimi nöqtəli vergüldən istifadə olunur. İli olarsa, nə edəcəyik? Bunu bildiyimiz cədvələ sallam. Cədvəl çəkirəm də elə bir şey. Üçüncü sütun qiymət 2, 4 o deyil. Bəli. Yo, mən özüm belə eləyəm ki, məncə belə daha yaxşı olar bəlkə də. Bildiyimiz cədvəl çəkirəm də elə bir şey. Cədvəlin sətirlərini çəkdim. Nə qaldı? Sütunları. İndi qulaq asın. Cədvəlin sütunlarını çəkmək üçün nöqtəli vergülləri birləşdirəcəksiniz. Yuxarıdan aşağıya doğru, sırayla. Birinci nöqtəli vergülləri gətirdim. Görürsünüz. Birinci sütunda oldu. Şagird, Seymur, Ayan, Nicat, Rəhman. İkinci sütun imtahan, fizika, anatomiya, tarix. Ədəbiyyatla 5'e ayırmırsınız ha. Çünki ayrıcı simvol nöqtəli vergüldür. İkinci sütunda oldu. İmtahan, fizika, anatomiya, tarix, ədəbiyyat 5. Üçüncü sütuna nə qalır? Qiymət 2, 4. Boş xana, boş xana. Aydın oldu. Qiymət 2, 4. Boş xana, boş xana. Bildiniz? Cavabları mən görə bilmirəm. Cavabda boşluq da olur. Bəli, də belə verilir variantlar. Aha. Doğru cavab B-bəndi. Müəllim, orada niyə 5 seçmədik? Necə yəni 5'ini seçmədik? Vergül yox idi axı. Ədəbiyyat. Ədəbiyyat 5'i niyə ayırmalıyıq ki biz? O bir yerdə götürürsən onu. Ayrıcı simvol nöqtəli vergül də axı. Hə, bildim. Ədəbiyyatla 5 arasında nöqtəli vergül yox idi axı. Müəllim, ancaq vergüllə yoxsa istənilən defislə nə ayırmaq olar? Fərqi yoxdur. Yəni ola bilər, bəli, ola bilər. Hamısı mümkündür. Adi, amma heç nə yazmasaq, space də qoysaq. Boşluqla da ayıra bilərsiniz, bəli, o da mümkündür. Mən ancaq nöqtəli vergül olanda ayırırıq da bir. İndi Yox, ədəbiyyat ay yoldaşlar. Vergüldə də ayırırıq. Deyək vergül vardı burada. Müəllim, ədəbiyyat 5'in arasında axı boşluq var, onda niyə ayrılmır? Ay yol, orada bəs ayrıcı simvol nöqtəli vergül var. Yazıb axı bəs bura. Hə, şərtinə görə, hə, aydın. Şərtinə görə yazıb. Aydın. Burada yazıb. Özü ayrıcı simvol bir dənə ola bilər. Eyni vaxtda 2 dənə ola bilməz axı.
Həm nöqtəli vergül, həm də boşluq ola bilməz. Bir dənə olmalıdır. Bildiniz. İndi burada qulaq asın. Burada da eləmək olardı onu. İndi paxlava ilə şəkər bura birinci sütundur. İkinci sütun bilsiniz nə olacaq? Burada boş xana, bir də Snickers. Bu ikinci sütundur. Burada boş xana var. Paxlava ilə waffle arasında. Bir də Snickers var. Aydın oldu. Üçüncü sütun waffle ilə boş xanadır. Burada boş xana var. Bax, burada qaraladığım yerdə boş xana var. Waffle ilə boş xana. Bunu belə nəzərə alması olursa. Yan olaraq. Aydın oldu. Burada da vergüllə birləşdirirsiniz. O fərqi yoxdur. Ayrıcı simvolun vergüllə də eləyə bilərsiniz. Orada sizə onu yazdırır qəbulda. Böyle qəbul sualıda. Onu orada yazırlar. Yazır ki, sana ayrıcı simvol nədir? Onu sən yazır qəbulda. Narahat olmayın. Belə şeylərə görə narahat olmayın. Onu yazırlar. Əsas yolunu bildiniz, necə ayrılır. Hamıya aydın oldu yollaşlar. Yox. Baklavadan, waffle'dan yiyin. Enerji yığın biraz. İndi davam eləyək. Gəldim, verdim. Bunlar belə. Insert'a gəldim, nə qaldı burada? Excel spreadsheet. Bu da yaxşı komandada. Excel spreadsheet'i buranı bilsiniz nə olur? Word'da Excel asır var. Word'in içində ya. Başlıqda yazıb da Word, docx. Amma içərisində Excel var. Excel'dir. Yazı yazan Excel'in kanallarına yazılır. Kənarda vursam adi cədvəl kimi qalır bura. Yenidən üzərinə 2 dəfə vursam aktivləşmə imkanı var. Aydın oldu. Yəni adi bir cədvəlin üzərinə 2 dəfə vursaz aktivləşir. Ya buradakı. Gətirdiyim cədvəlini təbii ki. Quick tables hazır şablon cədvəllərdir. Şablon nə deyirlərsə, yəni içərisi doludur. Məsələn vurdum kalendar cəldi. Bu qaydada. Növbəti buralıq hələ ki bir şey yoxdur. Mən cədvəli gətirirəm. Yollarsa layoutda burada alət tabi layoutda. Deməli burada bir vacib məqam var. Onlar demək istəyirəm mən. Seçirəm birinci sətrin xanalarını. Burada merge cells var. Merge nə deməkdir? Birləşdirmək. Xanaları birləşdir. Fikir verin. Birləşdirir bir dənə xana ilə. Aydın oldu. Split cells xanaları bölür. Məsələn bunu vururam. Split cells vuranda belə bir pəncərə açılır. Number of columns. Sütun sayı, row, sətr. İndi sütun 2-sə 2 yerə böləcək. Bax bu qayda. Aydın oldu. Ya bu qayda görə bilərik. Split cells xanaları bölür. İndi buna bağlı sualda var, onu deyəcəm sizə. Split table cədvəli bölür. Məsələn, split table vururam. Və ayırdım. Bunu ayrı götürdü. Digərini ayrı. Kursorun olduğu yerdən ayırır da. Kursorun olduğu yerdən ayırır. Cədvəlimiz böyük olsa daha yaxşı olardı. Ki orada daha effektivli olardı düşünürəm ki. Gəlin biraz artırım istəyirsiniz. İndi sətr necə əlavə olunur onu da izah edəcəm sizə. Sətr üstü. İndi məsələn split table vururam. İndi daha yaxşı görürsən məncə. Yəni cədvəlin biri budur, biri də budur. Bu qaydada. Cədvəli yeni sətr üstü necə əlavə edilir yollarsa. Elə bu layoutda var. Fikir versiniz rows, columns, length qrupu. Insert above. Kursorun olduğu yerdən yuxarıya əlavə edir. Insert below aşağıya. Insert left sola, insert right sağa sütun əlavə edir. Left and right sütun əlavə edir. Sütun. Above ilə below isə sətr əlavə edir. İndi yoldaşlar, əgər istəmirsinizsə sütunu seçirsiniz. Burada delete var. Delete columns. Sildim bir dənəsi. Sətri seçirəm, delete rows. Silindi. İndi içində yazı yoxdur deyə biraz tam da ola bilsin ki, yaxşı görsənmir, amma yazı yazana daha yaxşı fərqini görə bilər, düşünürəm ki. Seçirəm, məsələn, sətri. Delete rows eləsəm, silindi. Aydın oldu. Yazı yazıram, məsələn, sütunu seçirəm. Delete kolumnu eləsəm, getdi. Bu qayda. Bildiniz. Yeni qulaq asın. Burada bir məqam var. Mən onu burada yazmışam əslində. Siz screen eləyə bilərsiniz. Çünki yazmışam hazır.
Delete backspace düyməsi var. Gəlin bunları da deyəcəm. Sonra tab düyməsi, enter düyməsi. Bunları bir dənə deyim. Bir dəqiqə yollasın. Siz bu qeydə bir dənə nəzər yetirin. Bax. Bax bu 4 dənə. Backspace, delete, enter, tab. Computer zayıf. Hə. İndi qulaq asın. Backspace delete düyməsinin fərqi nədir? Delete cədvəl daxilini yazını silir. Backspace cədvəlin sətir, sütunxana və cədvəlin özünü silir. İndi praktikdə göstərə bilərik təbii ki. Yəni bu yazılar belə eləyək. Aha. Mən əks silirəm. İndi yazı yazıram cədvəlin içinə. Fərqi yoxdur, belə necəli yaza bilərsiniz. Seçirəm sətri. Klaviatura şeyini açsaq, ekran klaviaturasını. İndi sətri seçmişəm, delete. Nəsil indi, içindəki yazı. Amma Ctrl-Z eləyirəm. İndi backspace-i vursaydım. Belə bir pəncərə açılır, OK vursam, sətri sildi. Sütunu seçirəm. Delete vursam, içindəki yazını silir. Ctrl-Z eləyirəm. İndi backspace-i vursam, sütunu sildi. Aydın deyə olasır. Ctrl-Z nə üçündür? Ctrl-Z sonuncu əməliyyatı, axırıncı əməliyyatı ləğv edirdi. Geriyə qaytarmaq üçün. Bir də bu ekrana klaviaturanı hardan verdiniz? Ekrana klavye on-screen keyboard axtarışda yazsız gəlir. Axtarışda yazsız gəlir on-screen keyboard. Gəl adı yazılıb. Sonra tab düyməsinin enter düyməsi. Kursor cədvəlin son xanasında və ya son xanadan kənarda olarsa cədvələ yeni sətr əlavə edir. Enter düyməsi. Kursor cədvəlin istənilən sətrinin sonunda olarsa yeni sətr əlavə edir. İndi yəni kursor dayandırıram. Sətrin ən sonuncu sətirdə. Amma əvvəldə olarsa var ha. Tab düyməsini vuranda nə edir yoldaşlar? Kesid elədi sadəcə gördünüz. Sonuncuda olanda tab düyməsini vuranda yeni sətr əlavə elədi. Və ya cədvəldən çöldə olarsa tab düyməsini vuranda yeni sətr. Amma kursor istənilən sətrin sonunda olarsa yəni cədvəlin çölündə də. Məsələn, fikir verin, ikinci sətrin yanında yanıb sönür. İndi enter vururam. Yeni sətr əlavə elədim. Amma məsələn, kursoru dayandırıram yenə ikinci sətrin sonunda. Tab düyməsini vursaydım, özünə kesid elədi sadəcə. Burada kesid eləyir, hərəkət eləyir. Yaratmadı. Yəni tabı vuranda. Enter istənilən sətrin sonunda olanda olur. Çölündə də, yəni lord ilərəsə. Amma tab düyməsi həm cədvəl daxilində, həm də cədvəlin çölündə ən sonda olarsa eləyir. Ən son. Tab düymə, kursor, enter düyməsi içəridə olanda heç nə eləmir. Sadəcə ölçünü kiçildir, böyüdə bilərik. Böyüdə bilərik daha doğrusu. Aydın oldu. Sadəcə ölçünü böyüdə bilərik. Yadda saxlayın bu qayda. Bu belə. Sonra bunları bildiniz yoldaşlar. Tab, enter düymələri. Tam aydın oldu mu? Backspace. Qulaq asın, mən keçən bazar sınaq növbəsi məndə idi, bu kursun sınağı. Yəqin ki, qoşulmalarınız olub. Mən orada bir maraqlı sual əlavə eləmişdim cədvəllə bağlı. Daha onu sizə göstərim, onu həll eləyək. Bircə. 32-ci sual. Kənarda kəsin bir dənə. Ben burada müəllim 12 yazmışdım ya. Yox, indi bax izah edirəm. Evet, baktım müəllim ona videoda. İndi izah edirəm yoldaşlar. İndi izah edirəm. Öyle hamı bilsin də nə fərq var? Şimdi baxmışsınız lap yaxşı, qoy hamı öyrənsin. 4 sətir 4 sütundan ibarət cədvəl çəkirəm. Aydındır. Bu olsun 1, 2, 3, 4 sətir. Düz biraz sərgəsiz çəkə bilərəm. Çalışıram düzə. Vacib deyil sərgəliyə o qədər də. Əsas işimiz geçsin. 4 sətir 4 sütun. Əlavə çıxıntıları bir dənə silim. Okey. İndi qulaq asın. 4-ün 4-ə cədvəl seçsin. İndi burada bizə deyir birinci sətrin
İlk iki xanası. Mən də birincisi, sətir nədir onu bilmək lazımdır, həqiqətən də. Onu bilməyəndə vəziyyət gərgin olur artıq. Yəni, ilk iki xana nə deməkdir birinci sətrin? Mən bilirəm ki, birinci sətir budur, budur. Sətir, soldan sağa baxmaq lazımdır. Bunun ilk iki xanası, bununla, budur. İndi bunu seçib merge cells eləyirəmsə, bu nə olur yoldaşlar? Nə olur? Belə olacaq. Belə. Yəni, birləşib bir dənə xana olur. Başa düşdünüz? Çünki merge birləşdirmək deməkdir. Aydındır? Sonra üçüncü sətir seçilmiş. Sütun daha doğrusu. Üçüncü sütun, daha doğrusu sonuncu sütun, üzr istəyirəm. Sonra sonuncu sütun seçilmiş. Amma sütun nədir bəs? Bu. Sonuncu sütun budur yoldaşlar. Yuxarıdan aşağı. Və klaviaturada backspace. Biri sizdə backspace vuranda nə baş verəcək onda? Bu sütun Allah rəhmət eləsin. Yəni getdi. Bildiniz? İndi mənə deyir ki, bu əməliyyatlardan sonra cədvəldə olan xanaların sayını müəyyən edin. İndi cədvəldə neçə dənə xana var? Biri buradadır. Biri buradadır. Bunlar hamısı bir-birdir də. Aydın oldu. Onda neçə elədi yollarsa? 9, 11 eləyir də. 11 dənə xana var. Aydın oldu. Cədvəllə bağlı belə suallar da var ki, bunları görə bilərik. Müəllim, sınaqda olan testin izahını verəcəksiniz hamısını, yoxsa necə? Yox, ona vaxtımız yoxdur. Onsuz izah eləmişəm, izah paylaşılıb. Paylaşmışsın yoxsa? Ha, paylaşılıb əlbəttə. Master Enervinin kanalına girin, orada var. Çünki növbə məndə idi deyə mən izah eləmişdim. Daha doğrusu sualları da mən yazmışdım, onu da mən izah eləmişdim. Tamam. Buyur. Çünki ona vaxtımız satmır, ona görə. Heç nə sattıra bilməyəcək, görə nə qədər sattıra bilsə deyək. Çünki məlumat çox deyil yoldaşlar, həqiqətən çatdırmaq olmur. Məlumat dəhşətli dərəcədədir. Yəni, bitmək də bilmir. Elə cədvəllə bağlı nə qədər, bayaqdan danışıq nə qurtarmaq bilmir. Cədvəlin ölçülərini dəyişmək də var. Mövzusu çox genişdir. Bəli, genişdir. Çünki 4 dənə sual düşür qəbul, ona görə. Mən bundan sonra gələn Excel var ya, o da belə genişdir. Excel də genişdir, amma orada əsas hesablama olduğu üçün maraqlıdır o biraz. Deməli yoldaşlar, gələn burada cell size qrupunda height width var. Məsələn, cədvəlin ölçülərini artırıram, hündürlüyünü. İndi distribute row species edir, avtomatik bərabərləşdirir. Elə bir ki, ədədi orta çıxartdı, orta ölçü çıxartdı. Normalda belə idi də, düzdür. İndi distribute rows avtomatik bərabərləşdirir. Cədvəl sətirlərinin hündürlüklərini avtomatik bərabərləşdirir. Məsələn, n-ni də kiçildirəm. Düzdür. İndi distribute columns vursam, n-ni də avtomatik bərabərləşdirir. Müəllim, Yəni, mən bunlar avtomatikdir. üzr istəyirəm. Mən də biri elə istedim eyniləşsin, eləmişdim. Sonra biri biraz fərqlidir. Gedir, məsəl üçün, mən istəyirəm ki, daha balaca olsun, bu gedib böyüyə uyğun eləyir, o avtomatik eləyəndə. Onu necə eləmək olar ki, məsəl üçün, balacaya uyğun eləsin, ya da ki, böyüyə uyğun eləsin? Yox, ancaq özünüz tənzimləyə bilərsiniz. Aha, yaxşı. Bu əllədir. Əl ilə. Yəni manual. Height width. Amma distribute rows, distribute columns avtomatikdir. Yaxşı. Bu da belə. Hətta yoldaşlar, cədvəlin içine yazın. Mesela yazıram info. Burada var. Text direction. İstiqamət dəyişə bilərik. Fikir verin. Cədvəlin içine yazın istiqamət. Əslində maraqlı bir şeylər də bunlar. Bəlkə də praktikada lazım da olur haradasa müəyyən yerlərdə. Bildiniz? Bu belə. Yəni tənzimləyə bilərsiniz. Aydın oldu. Cədvəlin içindəki yazın istiqamət. Cədvəllə bağlı elə ki, bunları bilsəz bəs düşünürəm ki. Gəldim illustrations. Illustrations burada pictures gəlir birinci. Picture nə deməkdir? Şəkil. İndi yoldaşlar, şəkil əlavə etmək üçün indi öz kompüterimizin xarici daş açılır da. Gəlin görək məndə nə şəkili var. Məndə elə bir dənə CLS şəkili var, onu əlavə edirəm. Hələ yeni şəkillər əlavə eləməmişik. Belə.
Növbəti online piksel var. Bu internetlə işləyir. Gəlin sizə burada pizza, tort falan nə lazımsa gətirək. Yeyib içmək üçün. Deməli, görə burada maraqlı yeməklərdən nəsə də olmalıdır məncə. Kebab əlavə edin. Necə? Kebab deyirəm əlavə edin. Kebab o da olar. Bax, burada pizzalar gəldi. Düzdür, seçim olaraq az gəldi, amma yenə də gəldi. İndi istənilən birini seçək. Məsələn, Sezarlı pizza olsa yaxşı olardı. Bir dənəsini seçsim, yeni sort. Görə nə gəldi? Nə gözəl, nə gözəl. Belə bir pizza gəldi yoldaşlar. Bir dənəsi kəsilib qoyulub, qalanlarını da yeyə Onda bilərsiniz. Pepsi. Bax, bu qayda. Necə? Yanında da mənim Pepsi. 100%. Sonra məsələn, onlayn şəkildən başqa nələr əlavə edə bilərik? İndi pizzanı yeyəndən sonra yaxşı tortla çay da gedir. Amma İngil tort olsa yaxşı olar. Görə varmı? Nəsə, burada Happy Birthday ilə bağlı var tortlar. Oradan bir dənə viski şəklini qoyun, əməlim ora. Bax, gəldi. O da o gedər ha. O da olar. Fikir verirsiniz. Ad olanda görsən bir, indi amma baxırsan istəyirsən ki, buradan bir dənə kəsəsən də, yəni. Kəsməsən belə, götürüb dişləyəsən də buradan bir dənəsini. Nəsə, çox da baxmayın. Vəziyyətimiz pisləşməsin axşam-axşam. Şəkilləri dediyi yoldaşlar. Gəldim burada shapes, figurlar. Bundan sonrakılar üzrə mənasız. Mənalı olan yerlər dedik. Figurları haradan əlavə eləyə bilərik? Buradan. Amma istənilən figuru gətirə bilərsiniz də. Məsələn, seçirəm, tutaq ki, ortadan bir yerdən. Məsələn, də bu parallelogram figurunu. Gətirə bilərik bu. Hətta figurların içərisində yazı yazmaq da olur. Rəqəm falan kimi nəsə. Məsələn, bu da praktikada istifadə olunan bir şeylərdir. İndi bunların çox da dərinliyinə getmirik. Aslında orada çox şeylər var. Figurları gətirib nələrsə eləmək. Prosta indi onlar sizə lazım deyil bu dəqiqə. Icon. İkonlar var burada. Bax yoldaşlar, burada da yenə. Food, drink. Qocara yeyib içmək hardadır, tapdım. Bunlar kateqoriyalardır. Kateqoriyalar var burada. Kateqoriyalardan seçə bilərsiniz. Mən tutaq ki, gətirirəm birincini. Burada kola ilə bircə burgeri var bir dənə. Bu qayda görə bilərik. Aydın oldu. Deməli, ikonlar deyilik. Bu qayda gətirə bilirsiniz. Iconlar, simgələr. Sonra modellər var. 3D modellər. Bu da maraqlıdır. Görək burada yeməyinə var. Deməli, düşürəm aşağı. Food and drink. Tapaq görək burada nə var. Burada burger olmalıydı. Menü olaraq Big Mac. Görüm onu tapaq. Aha, tapdım. Freesi də var yanında. Aha, bax gəldim. İndi gör nə edəcəm. Ortadan tutub fırladıram bax. 360 dərəcə fırladıram yoldaşlar. Dəyişmə olur, görürsünüz. Müəllim, bunlar imtahana düşəcək. Daha da olaraq düşə bilər ki, 3D modelləri haradan əlavə edeyim. Təsəvvür deməyəcək ki, kartof firini Çox falan. kreativ sual idi həqiqətən də. Deməyəcək ki, burgeri haradan gətirmirsən. Onu deməyəcək təbii ki. Bildiniz. Baba qayda. Bunlar maraqlıdır yoldaşlar. Belə. Elə görməyimiz yaxşıdır. 3D modellər də dedik. Sonra Smart Art. Smart Art ən çox harada istifadə edirsiniz? Təqdimatlarda. Məsələn, nəyinsə növü, bölünməsi kimi yazmaq. Nələrisə. Çünki orada daha yaxşı şey yarayır da həqiqətən. Bu daha çox müəllim menü falan hazırlanması üçün istifadə olunur da məncə. Elə Belə. düşünürəm. Chart, diagram. Diaqramların növləri də var bax burada. İndi yoldaşlar, diaqram düzdür. O qədər də burada vacib olan bir şey deyil. Excel-də vacibdir. Hətta burada Word, diaqram asanı Excel-də asılır. Fikir verin. Diaqram əlavə edəndə Excel-də asılır. Çünki diaqram Excel-lə bağlıdır ona görə. Bildiniz. Biz Excel cədvəlinə dəyişiklik yaparsaq var ha. Burada da diaqramın üzərinə dəyişiklik yaparılacaq. Belə. Siz amma burada indi diaqram məsələsi düzdür. Vacibdir, amma burada yox. Excel-də deyəcəyik inşallah. Çünki diaqram məsələləri də düşür qəbul edən olar bəzi hallarda. Keçən qəbullarda vardı. Screenshot. Screenshot nə edir? Word-dan əvvəlki pəncərə nədir? İş masası. Özündən əvvəlki pəncərədə screen clipping eləyirəm. Özü bu vəziyyətə gəlir. Özü gəlir la belə. İndi məsələn, mən burada müəyyən hissələri kəsirəm.
Kəsib buraxan kimi bunu atır Word-dən. Verirsiniz. Şəkil kimi. Yəni özündən əvvəlki hissəni kəsir bura gətirir. Özündən əvvəlki pəncərədə olan hissəni. Bu da oldu illustration. Screenshot əlavə eləmək. Müəyyən yerlərdən kəsimlərdə belə deyək. Sonra yoldaşlar, Addins-ə gələm. Addins-də fərqli bir şey yoxdur o qədər də. Yəni bu My Addins falan bilirsiniz nədir? Bunu vuranda şey yazılır. Bu Store kimi də, Microsoft Store kimi. Burada Wikipedia falan var, nə bilim. Microsoft Store'un özü asılır və bir dənə asılsın. Proqramlar falan var burada, nə bilim, müəyyən qədər. Nələrsə var, hansısa bir başlıqlar. Bu o qədər vacib olan bir şey deyil. Burada əsas bir dənə Wikipedia işə yarayır hardasa müəyyən qədər ki. Məsələn, software sözünü seçirəm. Wikipedia vuranda gedir software ilə bağlı axtarış aparır. Fikir verin. Sənəd daxilində software sözünü seçdim. Gedir internetdə onunla bağlı axtarış aparır. Yəni sənəd daxilində hər hansısa sözü seçəndə onunla bağlı məlumatlar çıxardır ortaya, bildiniz? Yəni internet üzərindən axtarış aparmağa çalışır. Ona uyğun qoşma fayl çıxardır. Qoşma o deməkdir ki, yəni özünün də belə deyək. Yəni bu mövzu ilə bağlı olan bir fayl çıxartmağa çalışır ortaya. Mediada online video da var. Online videodan link yerləşdirib video gətirə bilərsiniz bura. O da mümkündür. YouTube-da hər hansısa linki kopyalayıb, yəni bura gətirə bilərsiniz. Mümkündür. Aydındır. Yuxarıda o yerə link olur. O linki kopyalayıb bırakın yoldaşlar. Burada insert aktiv olacaq. Onu vuran kimi gəlir. İndi mən tabii də YouTube-a girmirəm. Yəni onunla girib eləmək olar. Növbəti links gəlirəm. Burada link əmri var. Ctrl K-dır klaviaturası. Məsələn, hər hansısa söz yazıram. Info. Seçirəm bunu, link edirəm. İndi qulaq asın. Bunu link formatına salacaq, kesit kimi. Məsələn, deyirəm ki, info sözünün üzərinə vuranda getsin, məsəl üçün belə bir qovluğumu açsın. Abituriyent adlı qovluğumu açsın. İndi OK vururam. Fikir verin. Üzərinə gələndə nə yazılır kursor? Ctrl üstə gələk, click to follow link. Demək istəyir ki, Ctrl-dan sol düyməni kilik elədi. Yəni. Fikir verin. Ctrl-dan sol düyməni vuran kimi getdi həmin qovluğu açsın. Aydın oldu. Həmin o qovluğu açır. Yəni istinadı da yollarsa link kimi. Amma bir şey var ha. Bu istinadı sənə daxil eləmədi. Gedib başqa bir yerə açmaq olsun elədi. Başqa bir qovluğu, başqa bir faylı, hətta başqa bir sayta da girə bilər. Sayta da girmək olar. Məsələn, mən buradan linki vururam. Burada əvvəl girdiyim şey var. Dimqovas, Dövlət İmtahan Mərkəzinin saytı. Adres sitəsinə baxın, görəcəksiniz. Ctrl sol düyməni vuran kimi gedir Dimin saytına girir. Dövlət İmtahan Mərkəzinin saytına. Bildiniz? Yəni başqa bir yerə keçid edir. Sənə daxilində eləmədi. Bookmark əlfəcindir. Əlfəcin nədir yoldaşlar? Qulaq asın, o kitab oxuyanlar arasında kağız qoyursunuz, yerini bilmək üçün. Burada da online formatda olurdu o. İndi məsəl üçün mən tutaq ki, elektron sənəd oxuyub burada qalmışam. Burada bookmarkı vururam. Belə bir pəncərə açılır. İndi adını siləm, əvvəlki ad yazmışım. O adı siləm, yeni ad yazıram. Adına yazıram Cola. Aydındır. İndi əd eləyirəm. Əd elədim, sıxdım. Qaydıram sənədə. Hətta sənədən də çıxa bilərsə, o da mümkündür. İndi bookmark eləyirəm. Cola sözü seçilib. Cola ad yazırsınız, elə bir. İndi go to, close. Mənə həmin yeri göstərir ki, mən burada qalmışam. Yəni, sənə həmin yeri göstərir ki, sən burada qalmışsan. Bookmark budur, əlfəcin. Yerini bildirir. Ki, sənədə oxuduğun yer buradır. Cross-reference. Bu tək istifadə olunmur. Referens isə insert captiondan bircədir. Hətta burada da var cross-reference. References tabında. Eyni şey daha. Yine eyni şeydir. Mən yoldaşlar bir dənə figur gətirirəm. Tutaq. Bu figuru adlandırırım. Adlandırmaq üçün referens isə insert caption eləməlisiniz. Birinci. Adlandırma nə demək? Nə kimi adlandırırsınız? Figur bir kimi. Okey.
Fikir verin cəhd. Figur 1. İndi bir sizin olacaq. Mən figur 1 yazısının üzərinə vuranda bu figuru bizə göstərəcək. İstinad edir də elə bil ki. Bax gedirəm sənədin sonuna, lap sənədin sonuna. İndi cross reference vururam. Ya burada ya da insertdə. Fərqi yoxdur. Nəyə istinad eləmişəm? Figura. Figuru istinadın tipindən seçirəm. Bax figur 1. Insert edirəm close. İndi kontroldan sol düyməni vursaz bilirsiniz nə olur? Qayıdır ən birinci səhifədə figur şəkili var idi. Şəklin üzərinə qayıdır. Birbaşa qayıtdı bura. Halbuki sənədin sonundan gəldi ha yoldaşlar. Yəni bu onda belə çıxır ki, sənəd hər neçə səhifə olur olsun. Düzdürmü? Qayıdacaq şeyə. O figur hardadırsa o figura qayıdır. Onda cross reference adlandırılmış obyektə keçid elədi. Razısınız? Onda və insert caption nə oldu? Obyektə adlandırma. Yəni məsələn figur adlandırdım figur 1. Yine bir tane figur gəlsən biz size onu adlandıracağız. Figur 2 kimi. Ardıcıl adlandırır da yoldaşlar. Ardıcıl. Özü tanıyır avtomatik. Bilir. Ki ardıcıl adlandırılmalıdır. Aydın oldu. Bu da oldu links grup. Kommenti demiştik bence. Yadınızdadırsa. Komment şərtdə yoldaşlar. İzahat yazma. Belə komment əmdarı da var idi review tabında. Burada. Delete edib silə bilərsiniz. Comment həm review'da var, həm də insert'da var. Sadəcə yerinizi yadda saxlayın. Onun sonundan bağlı fərqli bir şey düşməyəcəksiniz. Header. Vururam. Header nədir deyə bu başlıqlar. Aydındır. Məsələn yazıram tutaq ki McDonald's. Birinci başlığı. Düzdür. Bir rəng də verək. Tutaq ki məsələn sarı formatlı. İndi yoldaşlar kənarda vurdum mouse'un sol düyməsini. Bunu burada saxladı. Hər səhifə başlığında McDonald's yazılıb. Hər səhifə başlığında. Fikir verirsiniz. Header şeydə yadınızdadırsa kalan titul. Bizim kitablarda da var yuxarı hissədə. Odur. Footer'da aşağısında yazılır. Eyni şeydir. İndi istəmirsiniz aşağıda header içərisində aşağıda remove da var ki ləğv eləyə bilərsiniz və ya edit eləyə bilərsiniz. Edit nə deməkdir? Yəni kursor aktivləşir. Dəyişiklik yaparmaq üçün. Amma remove ləğv etmək üçündür ki, onu sildi. Bildiniz. Bu qayda header footuru qeyd elədik. Gəldik səhifə nömrələnməsi. Səhifə nömrələnməsi top of page sənədi üstdən nömrələyir. Fikir versiniz. 1 sonra 2 3 Yoldaşlar, kitablar normalda nömrələmə hardan gedir? Hə? Normalda nömrələmə harda görürük biz adətən? Kitabın aşağısında. Aşağıda olur da adətən. Burada ama fikir versiniz yuxarıda əlavə edirəm. Düzdür, aşağıda da var. İndi göstərirəm. Məsələn, remove edib ləğv edirəm. İndi bottom of page. Bottom nə deməkdir? Aşağıda. Aşağıda, ortada. İndi aşağıda nömrələyir. Yenə 1, 2, özü avtomatik nömrələyir. 3, avtomatik gedir. İndi buna bağlı sizə bir sual göstərəcəm. Səhifə nömrəsi ilə bağlı. Deyəcəm indi. Remove edib ləğv elədim. Margins, kənar boşluq. Kənar boşluq nədir? Sənədin sol tərəfi. Fikir verin. Solda nömrələdim. Page 1, page 2, page 3. İndi solda, sağda nömrələyə bilərsiniz. Yəni sizdən asılıdır. Və current position. Mən hansı səhifədəyim? Birinci. Birinci səhifə 1 atdı. Aydın oldu. Biz niyə birinci səhifəyə 1 atdı? Yəni olduğun səhifə nədirsə onun nömrəsini yazır. Və format page numbers. Format page numbers'a vuranda var ha. Belə bir pəncərə açılır. Page number format. Buradan nömrələmənin formatını dəyişə bilərik. Məsələn 1, 2, 3 kimi yox, belə nömrələsin. Və ya ABS kimi və ya Rum rəqəmi ilə. Nömrələməni dəyişə bilərsiniz. Yoldaşlar, o sizdən asılıdır. Yəni görünüş olaraq da. Bir də aşağıda bizə vacib olan aşağıdır. Start at. Start at nə demək? Yəni başlasın. İndi sizə bir söz deyim. Mən bura 3 yazıram. Okey vursam. Sizcə bu nə deməkdir? Kim deyər? Hə? Mən səhifə elə bil ki 3-dən başlayır. Kitablarda olur, səhifələr yazılmır daha sonra. Ay sağ ol. Səhifə yoldaşlar sənəd 3-dən başlayacaq nömrələnməyə. 3-dən. Ona belə çıxır ki, birinci səhifə nömrəsi 3 olacaq. Razısınız? Hə? Düzdür yoldaşlar. Birinci səhifə nömrəsi 3 olacaq. İndi gəlin nömrələyək. Fikir verin, birinci səhifədəyəm. 3-dən başladı.
2-də 4-dür, 3-də 5-dir, 4-də 6-dır. Belə-belə nömrələyir. İndi yoldaşlar, bununla bağlı vəziyyət sətrində də belə bir yanaşma çıxır. Sağ düymə vururam vəziyyət sətrində. Sağ düymə vuranda kontekst menüsü açılır vəziyyət sətrinin. Burada yuxarıda formatted page number var. Bunu vururam. Aşağıda belə bir vəziyyət yarandı. Aşağıya baxın bir dənə. Sol aşağı üçüncə. Fikir verin. 5 o deməkdir ki, sənəddə ümumi sayıdır. Ümumi sənədin sayıdır. Ümumi səhifə sayı. 1 olduğumuz yerdir. Bu dəqiqə birinci səhifədəyik. 3 isə birinci səhifənin nömrəsidir. Birinci səhifənin nömrəsi 3. Aydın oldu. Bu mənası o deməkdir. İndi mən aşağı gələm biraz. Fərqli olsun deyəcəm niyə. Fikir verin bir dənə. Aşağıda belə bir vəziyyət yarandı. İndi o hissəni istəyirsiniz kəsək bir dənə. Fikir verin yoldaşlar. Sənəd ümumi 5 səhifədən ibarətdir. Mən 4-cü səhifədəyəm. 4-cü səhifənin nömrəsi 6-dır. Bax elə bir ki, belə deyim də. 5 səhifədir. 1, 2, 3, biraz sərgəz seçəm olabilsin. 4, 5. 5 səhifədir, düzdürmü? 4-cü səhifənin nömrəsi 6-dır. Onda bu 5 olacaq. Bu 4, bu da 3. Deməli, birinci səhifə nömrəsi nədir? 3. Aydındır. O necə tapa bilərsiniz asan yol kimi? 4-dən 1-ə 3 azalmır. Elə 6-ını da 3 azalsaz, deməli, birinci səhifə nömrəsi 3 çıxacaq. Və ya asan yol nədir? 6 çıxıb 4 üstə gəl 1. Birinci səhifə nömrəsini bu yoldan tapa bilərsiniz. Bildiniz? İndi hətta mən sizə deyim ki, onunla bağlı bir sual var. Testdən. Canlı mən sizə göstərim, görək kim düz tapacaq. Ay 181. Yoldaşlar, bunun cavabını bir dənə tapın yazın. Bunun cavabını tapın yazın bir dənə. Başa düşmədim əvvəldən buranı. Bəs çəkişdirmək səhifə olaraq. Aydın olmadı. Tapanlarımız var. Bax, burada çəkişdirmək bəs. Bayağı xardaydı onu çəkişdirdim. Sildim onu. Yoldaşlar, cavab 5. Bax, sənəd ümumi 9 səhifədir. Altıncı səhifənin nömrəsi 10-dur. Ya bu mənası o demək. İndi ilk səhifə nömrəsi nə olacaq? 10, 9, 8, 7, 6, deməli 5-də ilk səhifə nömrəsi. Ya belə çəkib görməlisiniz. Aydın oldu. Ya da ki, asan yolu budur. 10 çıx 6 üstə gəl 1. Cavab 5. İndi aydın oldu yoxsa yox? Yəni 6-cı səhifənin nömrəsi 10-dur. 5-ci səhifənin nömrəsi deməli 9-dur. Bir dənə azaldın yoldaşlar. 4-də 8-dir. 3-də 7-dir. 2-də 6-dır. Deməli birinci səhifənin nömrəsi 5-dir. Yəni ən pis halda belə tutmaq olardı. Bildiniz? Hamıya çatdı yoxsa yox? Hə? Bir də izah edə bilərsən, zəhmət olmasın. Bax, burada çəkilmişəm. Çəkilmiş şəkillə başa düşürsünüz. Bax, 9 səhifəli sənəd. 9 səhifə. 6-cı səhifənin nömrəsi 10-dur. 6-cı səhifə. Onda 5-ci səhifədə 9-dur. 4-də 8, 3-də 7, 2-də 6, 1-də də 5. Mənim 6-cı səhifəni tapandan sonra, yəni rahatdır da. Hadi təbii ki də yoldaşlar. Müəllim, bax üstə necə gəlir da? Necə? 10 çıx 6 üstə gəl 1.
10 çıxı 6. Asan yolu budur ona görə. Hə, üstə gəlir bir-birini yazırıq. Çünki birinci səhifəni istəyir. İkinci Aha, səhifəni başa istəsəydi 10 çıxı 6 üstə gəlir 2 yazardım. Aha, bax bunu fikirləşirdim. Aha, əla. Bəli. İkinci səhifəni istəsə 10 çıxı 6 üstə gəlir 2 yazardım. Asan yolu budur. İndi çatdı yoldaşlar. Buna amma belə də əldə edə bilərsiniz. 6-cı səhifə nömrəsi 10-dursa, 5-ci səhifədə 9-dur, 4-cü səhifədə 8, 3-də 7, 2-də 6, 1-ci səhifə nömrəsi deməli 5 imiş. Ya böyle daha başa düşüləsi bir yoldur, nə bilim bəlkə də. Yine mən sizə 3 yoldan izah elədim. Hansını istəyirsinizsə onu da götürün. Bildiniz? Belə. Yenə də təbii ki, izahdan baxarsınız. Yenə aydın olmasa gələn dəfə izah eləyərik. Onsuz da izah eləyəcək təbii ki, olursa testimiz olacaq da. Ha bir dənə insert'i bitirək, az qaldı. Yəni bunu istəmədim gələn dəfəyə saxlayam. Yəni çünki bir dənə text qrupu, bir də simvolda elə ciddi bir şey yoxdur, bir dənə text qrupu da əsas. Text box nədir? Mətn qutusu əlavə eləyə bilərik. Draw text box eləyirəm. Özümüz yazı yaza bilərik. Ölçülərini dəyişib. Text box burada yazını dəyişə bilərik. İstənilən yerə apara bilirsiniz. Mətn qutusu. Quick parse hazır mətn hissələri əlavə eləyir sənədə. Bunu belə də yadda saxlayın. Düzdür, buradan göstərə bilər yerdəsə, amma göstərsəz belə bilsin nə kimi bir şeydir bu. Bir növ elektron blank kimi bir şeydir. Gətirdiyin bir şeyi doldurursan da elə bir. Belə bir şeylərdir. Sizindəki yazıları dəyişə bilərsiniz, sizdən asılıdır. Hazır mətn hissələri əlavə etmək. Belə də yadda saxlayın adını. Word, sənədə xüsusi formatlı mətn əlavə eləmək. Məsələn, yazıram informatika. Aydındır. Fikir versinizsə fərqli görünüşlü yazı əlavə edir. Yazının fərqli görünüşlü. Elə buna belə yadda saxlayın yoldaşlar. Word, sənədə xüsusi formatlı mətn əlavə etmək üçün. Bu birisi məncə biləcəksiniz drop cap-ı. Göstərim bir dənə. Drop cap. Sənədimizə baxın bir dənə. Şığını görün nə boyda yazdı. O bədii kitablarda olur. İlk hərfi bir neçə sətr üzrə yazır. Baba odu yoldaşlar. Drop cap. Aydın oldu. Növbəti burada imza var. Signature line. Bu imzanı bilirsiniz hansı tipli bir şeydir. Düz burada çox da geniş istifadə olunmur. Vururam. Məsələn, direktor yazıram tutaqçı. Əhməd Cəfərov. Məsəl üçün. Okey. O adətən sənədlərdə olur. Görmürsünüz aşağı hissədə, sağ aşağıda. Burada da o imza çəkilir, o şəxs. Həmin şəxs kimdirsə. O da yoldaşlar. Aydın oldu. Yəni imza söhbətini buradan əlavə edə bilərsiniz. Line. Date time nədir? Ayın tarixi. Məsələn, deyə burada saat da var. İstəyirsiniz saatı, saniyəsini əlavə edə bilərik. Okey. Həm ayın tarixi, həm də saatı, saniyəsini görə bilərik. Sonra object var. Bunu vururam. Object bilirsiniz neydi? Bayaq o şey gətirdim. Mən Excel yadınızdadır. Word'ün içində. O burada da var bu. Buna yollarsa biz siz nə deyirik? Burada tək Excel deyil. Burada tək Excel deyil. Məsələn, bitmap image bilirsiniz nədir? Paint proqramı. Yəni başqa proqramlar da gətirə bilərik. Baxın. Yazıram Word-ə yazır. Görürsünüz. İndi X vurub bağlayana şəkil kimi qalır. Üzərinə 2 dəfə vursam yenidən aktivləşir. Bildiniz? Yəni bu bir texnologiyadır. Buna nə deyirik? OLE texnologiyası. OLE. Yəni bunun məqsədi nədir? Bir proqramın içində başqa bir proqramın imkanlarından istifadə. Düzdür. Məsələn, Word-də Excel açmışam, Word-də Paint açmışam. Yəni bir proqramın içində başqa proqramdan istifadə edirəm. Aydın oldu. Bir də burada belə bir şey var. O gün sınaqda yəqin ki, bəziləri səhv yazmışsınız. İndi yazam aslında. Objektin kənarından vururam yoldaşlar. Text from file. Belə bir pəncərə açılır. Burada istənilən mən şeyi seçirəm. Sənədi. OK vururam. Insert. O sənədimi bütöv şəkildə əlavə elədi bura. Bax, 30 dənə sual idi. Bax, əlavə elədi bura. Test etdi eləmək. Bildiniz. Sənədin müəyyən hissəsini əlavə eləmir, ha.
tam hissəsini əlavə eləyir. Aydın oldu. İndi o sualı mən sizə Ben bir sual göstərəcəm. verə bilərəm. Necə? Bir sual verə bilərəm mən. Aha. Bəs orada əmrin açıqlanmasını niyə mətn olaraq yazıb? Nə yazır? Əmrin açıqlanmasını elə bil ki, mətn olaraq yazıb da. Orada cavabda mən səhv götürmüşəm. Siz A Hətta variantı. Word-da başqa mən mətn asa bilmərəm. Mən Word-da Excel asa bilmərəm axı heç. Onu düz deyir də. Ancaq şey asa bilərik. Məsələn, Word-da da asa bilərəm. Nə mənada demək? Word-da biz Excel asa bilmərik, axı, o mümkün deyil. Demək, Bəs 31-ci sualdır. istəyirdi yaxı. Yo, o proqram olaraq açmaqdır. O elə texnologiyası sayılır. O başqa bir sistemdir, o heç. Onu bura qatmayaq. Sənəd olaraq biz Word-da Excel sənədini asa bilmərik. Çünki Excel-in uzantısı XL, SX-dir. Word-da uzantı fərqlidir. Bu 31-ci sual idi, buydu. Insert-də text qrupunda object siyahısının text from file əmri nə üçündür? Burada D variantı. Cari sənədə, yəni hal-hazırki sənədimizə lazımi faili yerləşdirmək. O lazımi faili yoldaşlar özümüz seçib gətiririk. Düz yazmışam Məsəl- mən müəllim. Burada məsələn çoxu A variantı yazır. Müəyyən Mən A fraqment variantı yazmışdım. Yox, mən cəb nəyisə seçmədim axı orada. Gördünüz, hansı sənədin hansısa bir hissəsini seçim? Hə? Onu gördünüz? Yox. Sənədi seçdim, insert elədim. Bütöv getdi. Müəyyən fraqment gətirmədim axı. Aydın oldu? Mən nəyisə seçmədim axı yoldaşlar. Və yaxud da əlaqəsi olan bir fayl da deyildi. İstənilən faylı gətirə bilərsiniz. Bax, text from file edirəm. İstənilən fayla, istənilən fayla seçirik. Insert vurusuz gətirir. Bütöv də gətirdi. Mən müəyyən fraqment olması üçün gəl o sənədə girib nəyisə seçərdim, ondan sonra gətirərdi. O da seçə mümkün deyil axı, necə seçim? Elə bir komanda yanaşma yoxdur axı burada. Aydın oldu. Bu da vacib sualda. Çox önəmli sualdır bu. Aydın oldu. Baza suallarından biridir. Ya qəbula düşmüşsün, ya da Dövlət İmtahan Mərkəzi sınaq sualına əlavə eləmişdi bunu bir dəfə. Yəni dəqiq yadımdadır. Mən də elə bura əlavə eləmişdim onsuz. Yəni vacib suallardan biridir. Sonra bir dənə nə qaldı? Yekunlaşdırdıq. Gəlir symbols qrupunda equation düsturlardır. Məsələn, istənilən birin vurunan gəlir. İçərisinə dəyişiklik yapara bilərsiniz, silib. Məsələn, başqa nələrsə yaza bilərsiniz, əlavə düsturlar. Ya burada dizayn açılır ki, yuxarıda yaza bilirsiniz. Burada formatlar var. Ya da yoldaşlar, simvol gətirə bilərəm ki, klaviaturada olmayan. Məsələn, insert, more symbols eləyirəm. More vuranda bir sizdə daha çox açılır. İstənilən simvol seçib daha çox simvol əlavə eləyə bilərik. Aydın oldu. Yəni vururam. Klaviaturada olmayan hər hansı simvol gəlir. Bildiniz. Məsələn, belə bir simvol. Bu belə.